Hər vaxtınız xeyir olsun. Hörmətli qonaqlar, hörmətli kənd sakinləri. Əvvəlcə icazə verin, bizim üçün qanını, canını fəda eləmiş, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş, dünənimizi yaşamış, bugünümüzü yaşatmış, gələcəyimizi qorumuş, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugün Kiçik Təhnə Kənd Yarışması klubunun qonağıyıq və Novruz bayramına həsr olunmuş tədbirimizi açıq elan edirik. Xalqın xeyirlə şər arasındakı mübarizəsini özündə əks etdirən, qədim nəğmələri, rəqsləri, oyunları özündə yaşadan və bu günümüzə qədər qorunub saxlanan, insanların inamında, etiqadında qorunan Novruz bayramını qarşılamaq ərəfəsindəyik. Arzu edirik ki, bu ilki Novruzumuz ölkəmizə əmin-amanlıq gətirsin, ruzi, bərəkət, xeyir gətirsin. Və xalqımızın gözəl adətləri çoxdur. Belə adətlərdən biri də odur ki, əvvəl ev sahibi danışar, sonra qonaq dinər. Bu günlərim burada kəndin ünlü insanları da iştirak edir və Dəhnə Hazırlıq Mərkəzinin direktoru Zaur müəllim Məhəmmədova söz vermək istəyirik. Buyursun, xahiş edirəm. Hər biriniz xoş gəlmisiniz. Bugün Dəhnə Hazırlıq Mərkəzi ilə Kiçik Təhnə Yarışması klubunun ortaq keçirdiyi Novruz bayramıdır. Novruz bayramı şərq xalqları və türk xalqları üçün həmçində yeni ilin gəlişidir. Türk xalqları Novruz bayramı yeni il kimi qeyd edirlər. İnşallah Novruz bayramı yeni ilimiz bütün xalqımız üçün, bütün millətimiz üçün düşərli olar, uğurlu olar.
Hər birinizi bu bayram münasibəti ilə təbrik edirəm. İnşallah hər bir şey bu il yaxşı olar. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirik. Novruz bayramı deyəndə müxtəlif atributları yada düşməklə yanaşı, onun gözəl oyunları var ki, hansı ki, papaq, sür papaq, yaylıq, qaravəlli, bənövşə, çilingi ağac, dilə döymə və s. Bu oyunların adını çəkən zaman bəylərə aid olan oyunların əksəriyyəti meydanda olan oyunlardır ki, bunları da qara zurnasız təsəvvür etmək olmaz. Və Kiçik Dəhnə kəndinin də bir ailə zurnaçılar dəstəsi var ki, mən onları dəvət eləmək istəyirəm. Buyurun. Müsabiqəsində də dəfələrlə iştirak edib, yer tutub. Bakıya da bir yaxşı Novruz bayramında yolçuluğumuz, yoldaşlığımız olub. Biraz kür uşaqdır, amma çox yaxşı sənətkardır deyim ki. Mən kəndin baş həkimi Mail Mustafayevə sözü vermək istəyirəm. Buyursun. Bu pandemiyadan sonra xüsusən də bizim həkim sözünə çox böyük ehtiyacımız var. Buyurun, təbrikləriniz. Çox sağ olun. İlk öncə mən bütün qonaqları, bugünkü bu məclis iştirakçılarını hamısını salamlayıram. Qarşıdan gələn Bahar Bayram münasibəti ilə sizi təbrik edirəm, hamınızı.
Həqiqətən bu gün bizim klubda bu fərəhlənəsi gündür. Bəlkə bu son hardasa bu 30 ildə mənim ilk gördüyüm belə bir nətər deyim, yığıncaq deyim, məclis deyim, belə bir gözəl gün deyim. Çünki biz uşaq vaxtımızda bu tribunada çox iştirak eləmişəm. Burada həmişə təmtəraqlı günlər görmüşük. Respublikanın tanınmış müğənnilərini, xalq artistlərini, əməkdar artistlərinin çoxunu bəlkə biz uşaq vaxtı burada görmüşdük. Ancaq ki, nə eləmək olar? Neçə il üzrü qara olmuşlar, 30 il bizi pis günə qoydular. Bugünkü gündə Allaha çox şükürlər ki, üzümüz ağdır, vətənin üzü ağdır, evlatların üzü ağdır, prezidentin üzü ağdır, əskərlərimizin də, qazilərimizin də, şəhidlərimizin də Allah rəhmətləsin, hamının üzü ağdır ki, gün alnı açıq. Belə bir gündə biz bahar bayramımızı nətər edeyim, qəbul eləməyə, iştirak eləməyə, bu baharı qəbul eləməyə açıq üzdən bu gün hazırıq və fərəh hissi ilə hamının qəlbində də sevinç hissləri var ki, bəli, bahar bayramını biz qəbul edə bilərik, bahar bayramını qeyd edə bilərik. Neçə illər olur deyə, bu 30 il müddətində həmişə bizim kənddə aşağı zonalarda da, Qarabağ zonasında olan bayramlardan olmasa da, bu bahar bayramı üzə çıxandan sonra bizim kənddə də bu çox yüksək səviyyədə keçirilir neçə illər. Tonqalların qalanmasıdır, keçəldir, kosadır, müəyyən gedib onların sözlərini oxumasıdır. Bunlar hamısı fərəhlidir da, körpə. Uşaqlar da bayram gəlməmişdən bir həftə 10 gün qabaq sifətlərini dəyişirlər, paltarlarını dəyişirlər, müəyyən papaqlar hazırlayır. Nəsə onların hamısının üzündə sevinç hissi olurdu. İndi hər halda bu il şükür Allaha ki, bunun üzü ağlıqla eləyə bilər. Bizlər də qoşularıq, o uşaqların da sevinci çox olar. İndi burada iştirak elədi ailə ansamblı. Allah onlara uzun ömür, can sağlığı versin, onlara müvəffəqiyyət arzulayıram. Çünki onlar çıxanla da bizim kəndə həmişə səsi gəlirdi. Kənddə bilirdin ki, bayram ab-havası, əhval-ruhiyyəsi var. Çünki o zurnanın səsi ilə kənd oyanır ki, bəli. Bunlar çıxıb, evi, qapı girirdilər, hamını sevindirirlər, bayramını təbrik edirdilər. Xoş əhval-ruhiyyə yaranırdı. Bəli, bugün sevişli gündür. Mən həqiqətən bugün bu məclisi təşkil edənlərə öz təşəkkürümü bildirirəm. Sağ olsunlar. Bu klub axır ki, canlandı və arzulayardım gələcəkdə də belə işlər çox olsun, canlanma olsun burada. Nə qədər indi siz deyirsiniz, Sadiq müəllim bizdən neçə məclislərə gedir. Böyük kənddir. Başqa yerlərdə kimlər ortaya çıxır, üzə çıxırlar, oxuyanları, nə bilim, üzə çıxan cavanlar çox olur da, muğam ustaları. Bizim kənddə də var oxuyanlar. Ancaq bu mədəniyyət evi bu dərəcə işləməyib ki, o gəlsin, üzə çıxsın. Bu mənim iradımdır. Bugün şadam ki, bu mədəniyyətlə məşğul olan axır ki, bir nəfəri gəldi bura, bu bunu təşkil edə bilər. Burada onun Sovet dövründə bizim burada bütün instrument alətlər var idi, gələrdi, çalardı, yərdi, yığılardı o dövrdə. Mən aradasa 70-ci illərdən danışıram onu. Bəlkə də 70-ci ildən qabaq 60-60-ci illərdən. Amma son dövrlər olmadı bura. Buranın ab-havası bu cür deyil. İndi düzdür, yaraşıqlıdır, çox şey var. Bura gələndə biz çox şey öyrərdik. Mədəni irsimizi bilirdik. Ancaq indi bugün onu deyən yoxdur. O iradımı deyim ki, o məktəblərdə də yoxdur. Məktəblərdə böyük tənəffüsdə həmişə mədəni tədbirlər keçirilərdi. Uşaqlar bunu bilərdi. Ya indi bunu heç kimsə təşkilləmir. Ya o rəhbərlikdən asılıdır, ya kimdən asılıdır, ya oranın məktəbin bayaqların pioner vajatoru olurdu o vaxtı. Allah rəhmət eləsin. Hamın yadına gəlir, Kərəm müəllim onu təşkil eləyirdi. Burada nə boyda konsertlər olurdu. Bu mənim ürəyim açılıb, danışdan deyirsiniz, bəlkə çox danışdı. Mən hələ sizdə özüm iştirak edib, Şəki Mədəniyyət evində də mən də getmişəm festivallara. Nə olsun, orta məktəbdə oxuyanda getmişik. İndi sizi tanıyırıq da, biz Alsamolda. Yenə salamlayıram sizi, çoxunu tanımasam ancaq sizi tanıyırıq, həmişə üzdə olan adam olmuşsunuz, məclislərimizdə iştirak eləmişsiniz. Çox yerdə
İndi onları görəndə bu yaxşıyıq daha biz fərəhləri kimisə tanışır. Amma bu gün elə bir şərait yoxdur ki, kimlərsə gəlsin, burada iştirak eləsin. Biz heç rayonda olanları da tanımırıq. Kənddə olanlarımızı tanımırıq. Olan istedadları üzə çıxarda bilmirik. Hamı gedir toya mərəkiyə, belə bir şey yoxdur. İləyən də kimsə də çıxıb onları müdafiə eləyən yoxdur. Kimsə gəlib bura olmalıdır, onlara dəstək verən olmalıdır. Müəyyən yarışlar keçirilməlidir, fənləndirilməlidir. Kimsə nətər deyib, pula ayırıb investisiya ayrı yerə qoyurlar. Nə olar? Burada həvəsləndirici bir şey olar. İmkanlı adam kimsə fikrindən keçəni deyirəm. Ona pul ayırırlar. Burada çıxarlar, tədbirlər keçirlər, yarışlar keçirlər, bilik yarışları keçirlər. Mən nə bilim bu musiqiyə uyğun kimin gözəl səsləri var olan yarışları keçirlər. Hamı da gələr də, bu istəyənlər gələr. İndi istəməyən məcburluq gətirmək olmur. Amma arzusu olanlar var. Mənim kimsenin arzusu olanları var. Arzulayardım o məktəblərin yarışları olardı ki, 2 məktəb yarışardı bu yana. Onlara nəsə bir təltiflər olurlardı, pul verirlərdi. Nəysə olurlardı ki, həvəslənər o uşaqlar. Hər yerdə o qruplar təşkil olunur. Bizdə niyə olunur? Müəyyən səsləri ortaya çıxartmaq olar. Bu məktəblərdə var. Məktəbin özündə bunun öz fəaliyyəti olmalıdır. O vaxtda musiqi müəllimləri dərs keçirdi, kimlərsə oxuyurdu, ortaya çıxırdı. İndi bilmirəm, bayaq pioner vajatorlar bundan məşğul olurdu. İndi kim məşğul olur? Məktəbdə bu işlə, bu tərbiyə ilə bilmirəm. Mən indi bu müəllimlərdən burada indi hamısının adını çəkə bilmişəm, Nadir müəllim buradadır da. Bu dövrləri görmüşük da. Üzr istəyirəm, Nadir müəllim özünün yoldaşı da indi pensiyaçıdır. O tərbiyəvi işlərlə o da məşğul olurdu. Uşaqlara o qədər gözəl yanaşırdılar ki, biz onlardan ayrılmaq istəmirdik. Hamının həvəsi olurdu, çalmaq istəyən var idi, oynamaq istəyən var idi, oxumaq da. Kəndin özünün ansambulu var idi, öz fəaliyyət ansambulu var idi. İndi onlardan çoxları var ki, hamısı yaxşı vəzifədə olanı var, müəllimi var, həkimi var, kimləri var. Gəlirdilər, çalırlar. Onlar burada iştirak edəndə bu uşaqlar indi alıb, mən üzr istəyirəm, bunlar mikrofonla danışa bilməz. Çünki onlar mikrofon görmür. Mən bu mikrofonu çox görmüşəm. Uşaq vaxtımdan danışanda da indi alıb danışa bilirəm, deyirlər çox danışırlar. Ürəyim doludur, amma bu kəndə lazımdır. Bu kəndə lazımdır, mən bunu uşaqlara deyirəm. Uşaqlar işidir, uşaqlar danışa bilər. Ancaq burada başqa imkanlı adamlar olsa, yaşlı adamlar olsaydı, bu danışıq olanda mən onlara da çatdırardım. Bu fikrimi hamıya danışar ki, kimsə mənə dəstəkləyən də olardı, yoxsa mənə vardı, kimsə danışan da olardı ki, bu nə danışır? Amma kəndin kimsə qeydinə qalmalıdır, kənd bizimdir. Bizim kənd də ortaya çıxmalıdır. Qonşu kənddə, böyük dəynədə nə qədər oxuyan var, bizim kənddə yoxdur. Faxıllıq eləmirəm, onların, o xanımların üzə çıxıran olan musiqi müəllimləri var idi. Bir yaşlı kişi var idi onlarda, o oxuyan ilanını bilmirəm. Onların çoxunu o kömək eləmişdi, onların bir növrəsi olub ortaya çıxıblar. İndi bizdə Allah'a şükür oxuyan sadiqimiz var. Çağırsın bura, kimlərsə oxutsun, öyrətsin, məşğul olsun. O qədər alət almağa pulu olmayanlar var, gəlsin burada öyrətsin də. Karmon çalmağı da, nağara çalmağı da, oxumağı da, bunun musiqi təhsili var axı, bayaqlar təhsilsiz idi burada olan. Düzdürmü? Bu Şəki musiqi məktəbini qutarıb, sonra da təhsilini artırıb bilmirəm. Ancaq var bunun bir növrəsi. Bu Şəki musiqi məktəbinin təhsili olan biliyi bizə bəsdir. Biz onunla bir növrə qoysa, bizdən çox önə çıxanlar olaraq. Bizim vaxtımızda bu qədər musiqiyə qiymət verən yox idi. Olsaydı bəlkə bizim dövrümüzdə çoxları bu saat oxumuş olardı. Bu Əhməd harda deyir, indi qoysaydılar ya xalq artisti olardı. Bax indi elə xalq artisti olanlar da olardı bəlkə. Həqiqətən deyirəm, var indi istedadlar var. Sağ olun. Bu var, mən biraz danışanam, həmişə deyirlər ki, toyda sən nəsə olub danışırsan, amma ürəkdən gəl onu da danışırsan sən onu. Büyük qonaqlar var, qonaqlar da işte. Çünki bu kəndin bir növrəsi var, həvəskarlar da var. Arxasında duran istəyir ancaq bunların. Onları qabağa çəkib həvəsləndirən istəyir. Burada çalıb çağıran olsa, mən də şəxsən gəlib oturaram, nə vaxt olanda qulaq asaram da, istirahət vaxtı, indi nə edirlər? Hara geçsən hamı, gedirsən, nərdə oynayırlar, davda oynayırlar. Gələn var mı mədəniyyətə? 1-2-3 dəfə, 5-10 nəfər bizdə zurna çalanlar var. Onlar da çalanlar belə sindir, hamı istəyir ola. Amma bir-ikisi də gəyə zarafat yiyib, ortaya çıxır, çalsalar qoymayışlar. Amma onları dəstəkləmək lazımdır. Onların arxasında durmalıdır. Mən bugünkü gündə çox şadam ki, sizlərlə iştirak edirəm. Burada da əksəriyyət
şagirdlərdir, gənclərdir. Gənclərə tövsiyəm odur ki, həmişə vətəninizi sevəsiniz, xalqınızı sevəsiniz, kəndinizi sevəsiniz, kəndinizin yaxşı adamlarını sevəsiniz, böyüklərə hörmət eləyəsiniz, dərslərinizi yaxşı oxuyasınız, vətən uğrunda həmişə hazır olasınız, hansı çağırışa sizi çağırsalar. Ən başlıcası arzu eləyərdim, vətən ruhumuz olsun, haq ruhumuz olsun, qəlbiniz olsun. Kimsə sizə onu aşılamasın ki, sən desin, sən bunu elə. Sənin qəlbində, ruhunda o varsa, vətən sevgisi, kənd sevgisi, ailə sevgisi, ata-ana sevgisi, məktəb sevgisi, bunlar varsa, sən onu haradasa üzə çıxılsın səndə. Yoxdursa, kimsə gətirib səni su qabına su dəyməklə orada su olan şey deyil, qəlbində olmalı. Mən bunları arzulayıram sizə. Arzulayıram ki, həmişə istədiyiniz arzulara çatasınız. Həmişə vətənin qədrini biləsiniz. Dərslərinizi yaxşı oxuyasınız. Həmişə vətənin başını uca eləyəsiniz. Yaxşı yerlərdən adınız, sədanız gəlsin. Nə deyim, arzular çoxdur. Biraz adam var, tribunaya çıxanda hamısını deyə bilmir. Sağ olun. Gələcək bayram münasibəti ilə hamınızı təbrik edirəm. Xeyirli olsun, sayası düşəndən olsun, uğurlu olsun. Sağ olun. Çox sağ olun Ərkin. Əlbəttə, bayram elə ondan ötürüldü ki, Novruz bayramında kimsə ürəyini kiməsə açsın, öz ürək sözlərini desin, arzularını desin və həkim, sizin sözlərinizə bir əlavə də eləmək istəyirəm. Mən əminəm ki, bizim Azərbaycanın bütün gəncləri həqiqətən vətənpərvərdir. Bu kənddən olan şəhidlər, buradan olan itkinlər, Allah onlara rəhmət eləsin. İtkinlərə də inşallah evinə dönməyi Allahdan arzu edirəm. Bunlar bunu göstərir və bugün burada müəllim indi çıxış elədi, bu tədris mərkəzinin şagirdləri, Kisaylı Orta Məktəbin şagirdləri də burada çıxış eləyəcək. İnşallah görəcəksiniz ki, həqiqətən var. Sadəcə o qaynağı biraz gücləndirmək lazımdır. Və Sadiq müəllimin həqiqətən bu kluba gəlişindən sonra deyib ki, bütün bir tərpəniş irəliləyiş var və mən Sadiq Hüseynov və Elnur Sadıqovu dəvət eləmək istəyirəm səhnəyə. Bizim deyim ki, bütün keçirilən tədbirlərimizin yaxşı mənada bəzəyi idilər. Buyurun Sadiq müəllim. Hər vaxtınız xeyir olsun əziz qonaqlar, bayramımız mübarək olsun, yazımız, baharımız xeyirli, uğurlu, bərəkətli gəlsin inşallah. Mən də salamlayıram qonaqlarımızı, xoş gəlmişsiniz deyirəm hər birinizə. Başlayıb biraz həyəcanlıyam, ağal müəllim. Hər birinizə təşəkkür edirəm, qonaqlarımızın hər birinə minnətdaram. Naləkim, çox sağ olun, izlədim, çıxışınızı dinlədim. İnşallah mən də əlimdən gələni edərəm ki, bu tədbirlər davamlı olsun inşallah. Və fürsətdən istifadə edib hər birinizin Novruz bayramını təbrik edirəm. Ruzili bərəkətli il olsun, hər birimiz üçün düşərli olsun inşallah. Hər birinizə işlərinizdə uğurlar arzu edirəm. Var olasınız və mən istəyirəm ki, fürsətdən istifadə edib bir daha Ruzi ansamblına təşəkkür edirəm. Sənət dostlarımız var olsun deyirəm, çünki bugün məni tək qoymadılar həqiqətən. Saat 10-dan ta bu yerə qədər əziyyət çəkiblər qardaşlarımız. Var olasınız, hər biriniz. Nazirə xanıma təşəkkür edirəm, gözəl aparıcımızda var olsun deyirəm. Bizim xahişimizi yerə salmadı, bu tədbiri aparmağı öz boyuna, öz öhdəsinə götürdü. Minnətdaram. Dəhnə Hazırlıq Mərkəzinin şagirdlərinə, kollektivinə, Kisaylı Orta Məktəbin şagirdləri burada iştirak edəcək inşallah. Mən təşəkkür edirəm şəxsən Gülşən müəllimə. Sizə minnətdaram. Bu var olasınız deyirəm. Alqışlaya xahiş edirəm. Alqışlaya hər birinə. Minnətdaram sizə, Elnur müəllim. Var olasınız. Bir gözəl musiqi ilə salamlayalım bizə qonaqlarımızı. Var olun, buyurun. Mübarək olsun bayramınız.
görününce gönüller dile geldi. Pervaneler ışığına, bülbüller güle geldi. İlkbahar görününce gönüller dile geldi. Pervaneler ışığına, bülbüller güle geldi. Ne güzelmiş ilkbahar, dudağında gülüş var. Yüzlerim katar katar gülüm oy, turnalar güle geldi. Ne güzelmiş ilkbahar, dudağında gülüş var. Yüzünü katar katar gülüm oy, turnalar güle geldi. Turnalar güle geldi. Sevin sevin ey gönlüm, başıma vereydi. Elde bir desteği, yar güle güle geldi. Sevin seninleyken başım dertmektir. Elinde bir demsegül, yar güle güle geldi. Ne güzelmiş ilkbahar, dudağında gülüş var. Yüzünün bahar bahar gülüm oy, turnalar güle geldi. Ne güzelmiş ilkbahar, dudağında gülüş var. Yüzünün bahar bahar gülüm oy, turnalar güle geldi. Turnalar güle geldi. Turnalar güle geldi. Bayramınız mübarek olsun. Çok sağ olun dostlar, minnetler olasın. Bir balaca burada sizi bir növ təriflədi. Biraz bizə deyəndə də ümumi irad tutdu ki, yəni bu klubda canlanma istəyirlər. Bu klubda gənclərin, uşaqların yetişməsi, bilmirəm, cəmaata nə sözünüz varsa buyurun. Nə eləyə bilərsiniz bu kənd üçün? Nazır xanım, bayaq da qeyd elədim. İnşallah Mahir həkim çıxış edəndə mən bir dinlədim hamısını. Mənim öhdəmə nə düşür? İnşallah mədəniyyət evi barədə, mədəniyyət tədbirlər barədə. İnşallah əlimdən gələni edəcəm Mahir həkim. Bunu sizə söz verirəm. Allahın köməkliyi ilə. Allah hər birimizə can sağlığı versin təki. Nə deyim valla? İnşallah əlimdən gələni edəcəm ki, bu mədəniyyət evi canlansın. Həmişə belə qonaqlı qaralı olsun inşallah. Mühəl olasınız. Mən adını çəkə bilmədiyim, çox üzr istəyirəm, çox həyəcanlıyam. Valla bu tədbir hazırlamaq, ərsəyə gətirmək həqiqətən bir balaca çətin işdir, çox çətindir. Çox həyəcanlıyam ki, yəni kimisə adını çəkməsəm, üzürlü saysın, xahiş edirəm. Bax, bizim Aybəniz xanım burada əyləşir, kitabxanamızın müdürü. Çox hədiyyə çəkib bizlə bir yerdə, Allah can sağlığı versin. Valla bu tədbirin ərsəyə gəlməsində hər birinin əməyi var. Bəzi yoldaşlar var, adını çəkə bilmədiyim, yenə deyirəm, üzr istəyirəm hər birinizdən. Bütün bu tədbirdə əziyyət olanların hər birinə mən təşəkkür edirəm. Valla siz deyirəm, çox sağ olun. Çox sağ olun Sadiq müəllim, siz də bizim dəyərli müəllimizsiniz. Və bugün Sadiq müəllimlə Elnur müəllimi bizim gözəl Rusi ansamblı müşayiət edirdi. Ansamblın rəhbəri Talih Abdullayev idi. İndi isə səhnəyə qeyri-adi istedada malik Ukrayna Respublikasının tanınmış sirk ustası. 1997-98-ci illərdə Ukraynada keçirilən beynəlxalq festival iştirakçısı, fitness idmanı ustası, ekvilibrist və güc atleti, həm yerlimiz, eyni zamanda həm kəndliniz Salamov Hilal Zahidovunu səhnəyə dəvət edirik. Buyursun.
eləyirik. Yəni fikir versəz, o nə qədər inatkarlıq göstərdi o nömrəni yerinə yetirənə qədər. Bu da o deməkdir ki, güclü məşq, səbr. Amma evdə eləmək fikrinə düşməyərsiniz. Yəni hər işin öz sənətkarı var. Mən bura əgər eşidə biləriksə, uşaqlar yerlərinizə əyləşin, xahiş edirik. Mən indi səhnəyə söz ustası Ayxanı dəvət edirəm. Ayxanın soyadını da unutdum hətta bu nömrələri görəndən sonra. Ayxan da bugün gəlir bayramımızı təbrik eləməyə. Buyur Ayxan. Salamlayıram hər bir gəlin qonağı, qonaqlarımız da xoş gəlirlər, kəndçilərimiz də salamlayıram. Bayramımız mübarək olsun inşallah. Rozili bərəkətli olsun. Ya Allah. Yurdumuza bahar gəlir, xoş gəlir. Yurdumuza bahar gəlir, xoş gəlir. Yaşamalı ruzigar gəlir, xoş gəlir. Yaşamalı ruzigar gəlir, xoş gəlir. Canlanır, sanki eyleyir hərəkət canlanır. Oyanır torpaq, təbiət canlanır. Baxsa bağlara bar gəlir, xoş gəlir. Baxsa bağlara bar gəlir, xoş gəlir. Yurdumuza bahar gəlir, xoş gəlir. Yaşamalı ruzigar gəlir, xoş gəlir. Allah tutar bizi bu dərddən azardan. Quşlar özünə xəbər tutur baharda. Qaranquş o ki var gəlir, xoş gəlir. Qaranquş o ki var gəlir, xoş gəlir. Yurdumuza bahar gəlir, xoş gəlir. Yaşamalı ruzigar gəlir, xoş gəlir. Şair yazdı şeiri qəzəl yurduma. Şair yazdı şeiri qəzəl yurduma. Qoymadıq yağı çəksin əl yurduma. Bahar təravətli gözəl yurduma. Durna qatar qatar gəlir, xoş gəlir. Durna qatar qatar gəlir, xoş gəlir. Yurdumuza bahar gəlir, xoş gəlir. Yaşamalı ruzigar gəlir, xoş gəlir. Yaşamalı ruzigar gəlir, xoş gəlir. O öz mədəniyyətiylə, örnəyinə, məbişinə bələddi hər şeyinə. Sadiq Hüseynovun da dəstəyinə. Sənət diyar diyar gəlir, xoş gəlir. Sənət diyar diyar gəlir, xoş gəlir. Yurdumuza bahar gəlir, xoş gəlir. Yaşamalı ruzigar gəlir, xoş gəlir. Ali başkomandanımız qabaqda, Ali başkomandanımız qabaqda. Getdi irəli postları dağda dağda, getdi irəli postları dağda dağda. Sonra da imzasını attı maraqda. Ondan ərinə qərar gəlir, xoş gəlir. Ondan ərinə qərar gəlir, xoş gəlir. Yaşamalı ruzigar gəlir, xoş gəlir. Yurdumuza bahar gəlir, xoş gəlir. Ölmez igid canlı oldu olmadı. Ölmez igid canlı oldu olmadı. Qalar elə at canlı oldu olmadı. Qalar elə at canlı oldu olmadı. Bu dağlar dumanlı oldu olmadı. Bu yerlərə Xudayar gəlir, xoş gəlir. Bu yerlərə Xudayar
gözəl qızları gətirdim. Demək, Nərmin Cabbarova, İlayda Babayeva, Bəsti və Gülnur Hüseynovalar sizin üçün bahar şeyləri deyəcəklər. Kimdən başlayacağıq? Buyur. Tonqal çatıb uşaqlar atlanır üstündən, qorxu yoxdur alovdan, göz çıxardan tüstüdən. Bənövşə bəndə düşə, bir oyundur məzəli, tez gəl sevindir məni, Novruz gəl, ha Novruz gəl, ilahi çərşənbənin bir başqadır növrağı, əski dünyadan gəlir onun səsi sorağı. Novruz gəlir yurduma, yer göy necə şad olur, küskün düşən ürəklər, könüllər abad olur. Yaşıllaşıb yenə də təbiət düşə gəlir, nə xoşdur vətənimə, bayramlar qoşa gəlir. İlahır çərşənbənin bir başqadır növrağı, əski dünyadan gəlir onun səsi sorağı. Novruz eyni zamanda tam güclü mənalarla yeni bir oyanışa, sülhə, dostluğa, birlik və birliyə aparan bir çağırışdır. Sevgi dolu, nur dolu Novruzu qarşılayaq. Bugün Novruz bayramı gəlib yurda yuvaya, görüb şənlənir hamı, şam atılır havaya. Gül tonqallar qalanır, uşaqlar dövrə vurur, göydə tüstü bulanır, burun burun tor vurur, əllərdə papaq torba, körpələr qaçışırlar, şadlıq edir el oba, ürəklər uçuşurlar. Bu bahar bayramında sizlərə bolluk, sevgi diləyir, sevinç və ümidlə dolu bir bayram arzu edirəm. Novruz bayramınız mübarək, Novruz gəlib, yaz gəlib, bir əlində saz gəlib, bir əlində xorçası, açıq gülün bölçəsi, bülbülə avaz gəlir, Novruz gəlir, yaz gəlir. Kosa sən də gəlsənə, gəlib salam versənə, o torbanı ver görək, yumurtalar rəkbələk, hər biri can dərmanı, ver dolduraq torbanı. Novruza bax, yaza bax, o əriyən buza bax, seldən axır şırhaşır, köylər olub yamyaşır, ot bitir, yemlik bitir, keçər başa tük bitir. Çox sağ ol. Nə demək lazımdır? Tamaşaçıya minnətdarlıq. Bir baş əyin. Ay, çox sağ olun. Buyurun. Çox sağ olun. Nə yaxşı ki, bizim Novruz bayramımız doğrudan da bərpa olundu. Hamıya məlumdur ki, Sovet hakimiyyəti illərində kütləvi şəkildə bu bayramın keçirilməsi qadağan olunmuşdu. Lakin 90-cı ildə dövlət səviyyəsində artıq bu bayram keçirilməsi rəsmiləşdirildi və çox şükür ki, xalqın o mənəvi, maddi, estetik dəyəri özünə tam şəkildə deyək ki, qaytarıldı. Yəni əslində unudulmamışdı. İndi mən balaca bir iştirakçımızı dəvət eləmək istəyirəm. Elmir Cəfərov. Elmir. Gəl Elmir. Bax bu Elmir sizin üçün gözəl bir mahnı oxuyacaq. Elmir, gəl tamaşaçıya belə deyək də, Novruz bayramıdır. Ocağa qazan asın, altına odun basın. Elmir buradan nəğmə desin, siz oradan qulaq asın. Axtararsınız. Bir gün yazınıza düşər sərməyə, bu dolma
arz eləyərdin bayramda? Hamınızın bayramını təbrik edirəm. İnşallah bayramınız yaxşı və gözəl keçər. İnşallah. Çox sağ olun. Bayramımızın şən keçməsi üçün əlbəttə ki, kosa, keçə çox vacib amildir. Bu kosa ilə keçər, qışla yazın rəmzi kimi əsrlərdir. Didişir, dalaşır, axır yenə bahar qalib gəlir. Buyurun, keçərlə kosamızı dəvət edək. Gəlib salam versənə, çömçəni doldursana, məclisi güldürsənə. Novruz baharı, güller mübarı, bahçamızda gül olsun, bülbül olsun. Mən gəlmişəm kef görəm, zurna görəm, ləf görəm. Ah uyruğu, saqqalı it uyruğu, Kosam bir oyun neylər, keçini koyun neylər, yığar yaxın qaymağın, keçərin toyun neylər. Bəs kosa hardan gəlir, yuvarı dağdan gəlir. Yol verin yollanmağa, bal verin ballanmağa. Köhnə papaq başında, qələm oynar başında. 155 yaşında Örnə oynayır Kosa. Kosa, sənə sualım var. Nədir sualın? Ayadan gəlmişsən. Şəkdən gəlirəm, acan o yiyim. Nə gətirmişsən orada? Şək halvası Halvanı nə elədin? satdım. Pulu nə elədin? Soruşma, saqqalıma qardı, dizimi yel vurdu. Kosa, nə oldu sənə? Bu dəst səni yandırar, bu dəst səni öldürər. Düşmənlərin üstünə güldürər, ay güldürər. Canın sağ olsun Kosa, başın sağ olsun Kosa. Arşınızın vergisi, kəfənsiz ölməz Kosa. Kosa, Kosa gəlmirsən, vaxtında meydanəsən. Almayınca malını, çəkilmə biyanəsən. Sen otursun diye bak. Yumurta dövüş. Heç olmasa. Lap yaxşı. Aysel və Firidun Məcidovlar. Sizin Aygün və Firidun Məcidovlar sizin üçün bir Uzundərə rəqsi ifa edəcəklər. Buyurun.
Uşaqlar başdan başa bir aləmdilər. Bu günləri bizi xeyli Nətərsən ağacı? Qoy 5 dəqiqə yanım yerə qoyub. Ciğerim yanır. O çaydan bir stəkan ver içim. Gel otur. Qaynayan süzürəm. Ay gül sənə. Bu gül badam görünmür. Bilmirsən haralardadır. Bilmirsən haralardadır. Bu ikilərim onun arvad başına. Gəlindən nətər qorxursa evdən çölə çıxmır. Bir ətayı pul töküb gəlin gətirir. Yenə işi gücü özü görür. Eşitdim sənin oğlun da gedi Rusiyyətə. Can bala, gedi Rusiyyətin düzündə pul qazanır. Gəlincik də burada sağına salına haşlayır. Qadanı alım, gedir paçka pampudu nədir alır gətirir. Uy başıma xeyir olur uşağı yumur okur salfet deyir, nə deyir, ondan silir. Ağrınalim mənim dərdim böyüşdür. Cəmaatın gəlini maşın cehiz gətirir. Mənimki də anan ölsün ay bala. Oğlumun zülümdən qazandığı pulla alıb yılır. Evə gələn gedənə də deyir, anam alıb, yalança neyin ciğeri yansın. Dedim oğluma, qonçu Zərifənin qızını al. O deyil, o gün Zərifə qızının dalınca 4 maşın altına kimi dolu cehiz göndərdim. Yox, mənim başı batmamış oğlum dedi. Sevdiğimi alacağım, bu sənin sevgin bataydı. O günü də nə görsəm yaxşı, o toba yalan deyirsəmsə, ildırım vursun məni. Bismillah. Nə oldu? Az götür, bir iç qurdum çay, toxda. Ağrınalim sözümdə yarım çıx qaldı. Oğlum Rusiyyət konfeti göndərdi. Yığdı hamısını verdi qardaşına. Ay gül sənəm, sən gəlinin qardaşı yoxdur. Bu yaz kaçdım ev bayısına. Alo, bu yanan gözünə qurban nədir? Neçə mi? Ağrınalim yeri deyil, sonra danışalım. Hə, bala, sağ ol. Oğlum idi, sağlığına xəbər alırdı. Can bala, sən orada zülümdən qazan, bu da burada dağıtsın. Ay gül sənəm, sənin cigərinin yaxşıdır. Bu kənddə hamı onun mərifətindən, böyük hörmətindən danışır. Maşallah, sən də qız kimi saxlayır. Elə bircə sən bəxtəvərlik verməmişdin, sən də ver. Bir stəkan çay vermişdin, onu da burnundan töktün. Götür içişmirəm. Görsünüz, yeri yanmışıq qızı, qanın da ələ alıb. Lırlıqda adama bu gəlindən oy. Nervilənəndə də qarnım acıq geydim. Yeməyimin vaxtından keçəndə rejimin pozulur. Çox sağ olun. Minə xanım, düzündürən. Bu elədiklərini kimdən görüb öyrənmisən? Telefon. Çox şükür ki, telefonla öyrənmisən. Ondan bir qızlar götürsünlər. Çox sağ ol. Çox sağ ol. Əlbəttə ki, indiki uşaqların elə əsas müəllimləri telefondur, internetdir. Evdə uşaqlar valideyndən çox məktəbdə müəllimə inanırlar. Bu, hardasa yaxşı tərəfdir. Digər tərəfdən, amma təəssüf ki, biraz internetə, sosial şəbəkələrə də daha çox inanırlar. Əlbəttə, keçirilməsi 4000 il bundan əvvəl olduğu təxmin edilən Novruz bayramı təkcə Azərbaycanda deyil, Orta Asiyada, İranda, Əfqanistanda, Pakistanda və dünyanın bir çox ölkələrində keçirilir. Və bizim bu gözəl
bahar bayramını əlbəttə ki, bahar qızsız təsəvvür eləmək olmaz. Kosa keçər bahar qız bu bayramın yaraşığıdır. Buyurun bahar qız. Arzu eləyirəm, baharın qədəmləri yurdumuza düşərli olsun. Başdan ayağa, en güzel kızıyam mən təbiətin. Xoşbəxt yaranmışam, xoşbəxt əzəldən, en güzel kızıyam mən təbiətin. Salam əziz qonaqlar. Novruz bayramı bizim en güzel, en müqəddəs ve milli bayramlarımızdan biridir. Bugün bura yığılmışıq ki, bu bayramı güzel qeyd edək. Novruz, yeni ruzi ve bərəkət deməkdir. Arzu edirəm evlərinizdən ruzi bərəkət əskik olmasın. Hamınızı təbrik edir və rəqsə dəvət edirəm.
alqışlarımız da var ki, buyurun. Alqışdalar söyleyecekler. Buyurun. Sen parlayan ulduz. Keçal çosal bahar qız. Qoyma gəl bizi yalqız. Novruz gəl, ay Novruz gəl. Kəsamlar yanımdadır. Xurcunu bax buradadır. Xurcunu tez doldurun. Haykü edən buradadır. Dağlar başında lale, elinde var piyale. Yer geldi biz tərəfə, Novruzu qeyd etməyə. Mən aşiqəm oyarlar. Deyib gülüb doyarlar. Novruz bayramı üçün yumurtalar koyarlar. Bizlərə gələn qonaq, hər yerdə tonqal yanar. Uşaqlar bu tonqalı üzərindən atırlar. Yumurtalar boyanır. Aşqasana dəmdədir. Noğul qoğal bağlanır. Bəzənibdir süfrələr. Yaşıllaşdı düz yokuş. Söylədi mənəm bahar. Uçub gəldi qaranguşlar. Söylədi mənəm bahar. Hamıdan gözəl mənəm. İvşə mənəm, naz mənəm. Qoy inciməsin heç kim. Qızlardan gözəl mənəm. Gəlin. Gəl ayaz günləri. Novruz bahar günləri. Novruz bayramında ilin ən xoş günləri. Mən aşiqəm üzürlə. Qara gözlər süzürlə. Novruzun süfrəsinə yedi nemət düzürlə. Bu gözəl qızlarımız Haxşda deməklə yanaşı bir nəlbəki rəqsi də oynamaq istəyirlər. Buyurun.
eləyirik. Rəqsi hazırlayanlara da öz minnətdarlığımızı bildiririk. Və şagirdlərimizi yenə bədii qiraət üçün səhnəyə dəvət edirik. Buyurun. Yaşıl çəməni, böyük çilə, atdan enən zamandır. Kiçiyin hiccəsi daha yamandır. Nə olsun boz ayda qardır, borandır. Söyləyər ki, yurdumuza yaz gəlir. Soğuğunda boranda çapar çilələr. Soyuğu, şaxtanı apar çilələr. Qarlı sıfasını atar çilələr. Söyləyər ki, yurdumuza yaz gəlir. Küləyin səsinə oyanar torpaq. Odun nəfəsinə boyanar torpaq. Yazın yağışı ilə yuyunar torpaq. Söyləyər ki, yurdumuza yaz gəlir. Elə ki yetişər bayram axşamı. Yanar süfrələrdə ruhların şamı. Bir süfrə başına yığışar hamı. Söyləyər ki, yurdumuza yaz gəlir. Əriyər dağların quzey qarları. Şırhaşır laxar çaylara sarı. Məcrasına sığmaz vətən çayları. Söyləyər ki, yurdumuza yaz gəlir. Küləklər oyadar yatmış torpağı. Qarlı tıfasını atmış torpağı. Açan tumurcuğu, açan yarpağı. Söyləyər ki, yurdumuza yaz gəlir. Novruz gəlib yurduma, yer göy necə şad olur. Küskün düşən ürəklər, könüllər abad olur. Yaşıllaşıb yenə də təbiyyət cuşa gəlir. Nə xoşdur vətənimə, bayramlar qoşa gəlir. İlaxır çərşənbənin bir başqadır növrağı. Əski dünyadan gəlir, onun səsi, sorağı. Təbiət boyanıb, gelir mindona. Ağaclar hörmətlə baş əyir ona. Kədər tükənib, qüssə çatır sona. Xoş qədəmlə bu elə Novruz gəlir. Bəzək vurur Novruz çəmənə, dağa. Qışın yuxusundan oyanmış bağa. Xoş qədəmlə gəlir bu torpağa. Bayramınız mübarək olsun. Xalqımız sevinib şənlik edirlər. El-ele verirlər, yollu gedirlər. Bayramınız mübarək olsun deyirlər. Xoş qədəmlə böyle Novruz gəlir. Süfrələrin naz nimətləri düzək. Dərdli ömürdən əlimiz üzək. Badələrin sevgi şərbəti süsək. Xoş qədəmlə böyle Novruz gəlir. Salamladık bülbülü, açıldı Novruz gölü. Bağlarda quşlar öptü, nərgiz və nöşə bitdi. Gəldi bahar bayramı, şənlik etdi el hamı. Güneş öptü çəməni, evdə qoyduk zəməni. Qarşıladık Novruzu, şamlar sarı qırmızı. Gəldi bahar bayramı, şənlik etdi el hamı. Ey səməni, saxla məni, hər il göyərdərəm səni. Ayaq bastın ölkəmizə, bol bol şənlik gətir bizə. Çatır çatır yansın ocaq, şadlıq etsin oğul uşaq. Sümbül saçlı tarla əkin, parıldasın qızıl təkin. Bağlar bəzək vursun yenə, quşlar məclis qursun yenə. Budaqlarda axşam səhər, şəfək saçsın şux meyvələr. Sevincimiz başdan açsın, bahar günəş qucaqlaşsın. Gəlib Novruz bayramı, yandırmışıq biz şamı. Tonqallar alışıbdır, sevincimiz daşıbdır. Fərəhlənir uşaqlar, papa qatır qoçaqlar. Hər evdə aşdəm olur, şənlik göyə uzanır. Göyəribdir səmənilər, payla dolu sinilər. Gəlib Novruz bayramı, sevinir gülür hamı. Üçlük diye var. Yaqub Mustafayev, Azad Günhan Sadıqovlar ve Sinan Səlimov. Buyurun.
Dərsləriniz geniş olsun, əsas olun. Buyurun. Siz Vuruldum özüne, o kara gözüne.
Bir daha bayram mübarek olsun. Çok sağ olun. Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Ağəli müəllim Cəllovu dəvət edirəm. Buyurun Ağəli müəllim. Səndən bir şey xahiş edirəm ama. Çox sağ olun Nazlı xanım. Mən əvvəla bütün zalda tədbir iştirak edən hamısını Şəkil İcra Mədəniyyət İdarəsinin rəisi Tərlan müəllimin adına təbrik edirəm. Mən dünən Tərlan müəllimə deyəndə Sadiq müəllim. Tərlan müəllimə deyim, hamımız yəqin ki, yaşlı nəsil bilir, yaşlı insanlardan ki, Tərlan müəllim bizim Şəkil İcra Mədəniyyət İdarəsində yeni təyin olunub. Ona görə də həddindən artıq çoxdur, bayramlar başı qarışıqdır. Mənim adımdan siz bütün tədbir iştirakçılarını, o cümlədən dəhnə əhalisini mənim adıma təbrik edirəm. Mən sizə birinci Tərlan müəllimin salamını çatdırıram. Üzrlü hesab eləsinlər. Elə Xatirə xanım buna görə gəlməyim Sadiq müəllim. Xatirə xanım, Tərlan müəllim bu dəqiqə Qor Muzeyi, yəni Yuxarıda Xan Sarayında 21 tədbiri haqqında onların orada məşğul var. Ona görə gəlməyim. Ondan sonra da Sadiq, bayaq həkim adını bilmirəm həkimdir. Amma bildim ki, həkimdir. Həkim, düz buyurdu. Əvvəllər biz gördüm ürəyimiz çox doludur. Elə bizim ürəyimiz doludur. Hamımızın ürəyi doludur. Mən də kəndli balasıyam, biz də görmüşük. Keçmişdə kənddə, mədəniyyət evində, klublarda tədbirlər olur. Son 3 ildə biz müəllimlər var da burada. Həmin müəllimlər bilir, həmişə mədəniyyət mərkəzində Novruz baxış müsabiqələri keçirir. 3 ildir keçirə bilmirik bu xəstələrlə əlaqədar. Orada istedadlı uşaqları seçib, neçəsinə biz yol göstərmişik. Hətta Camışçılıqdan 2 uşağı Tərlan müəllimdən xahiş eləmişəm, bizim musiqi məktəbimiz. Məktəbin orta, hardasa ilin yarısında məktəbə həmən xanımı musiqi məktəbində belə balaca qız idi, qəbul elədi. Yol polusuna gəlib getməyə yox idi. Tərlan müəllim buna yaxşılıq eləyib, bunu həftədə bir dəfə dərsini də saldı, hətta köməklik elədi. İndi qız əməlli başlı da musiqi məktəbi də bitirir, deyəsən bu il bitirməlidir. Güzel çıxardır. Sadiq müəllim bura gələndən sonra həkimin dediyi kimi çox dəyişikliklər oldu. Sadiq müəllim həqiqətən çox bura bəy təriflə gəlməmişəm, amma qoy deyib o. Sadiq müəllim həqiqətən çox tərbiyəli oğlandı. Çox tərbiyəli oğlandı. Yerini bilən oğlandı. Bizim gəlməyimizdən siz burada bilərsiniz ki, Sadiq müəllim həmişə bizim hörmətli bir işimizdir deyə. 2 ildir işləyirsə də Sadiq müəllim, 3-cü ildir. Yeni işləyir, ancaq Mədəniyyət Mərkəzinin 4 işçisi burada. Tarix müəllimdə 5, Cavidan da 6.
6 nəfər bədən mərkəzinin işçi Sadiq müəllimin tədbirinə gəlibsə, bu çox böyük şeydir. Regional idarənin 3 nəfər nümayəndəsi burada idarədə iştirak edir. Demək, Sadiq müəllim bu hörməti qazanır ki, işin belə qaydalar vaxtında Xanımlar Nazirliyə dəqiqədə bir məktuba cavab verən vaxtda gəlib bu tədbirdə iştirak edir. Sadiq müəllim, uğurların bol olsun. Cəmaatla nəsə eləmək olan şeydir. Bax, bu bala uşaqlar, maşallah, o köz vuran uşaqları köz vuran. Yarı köz. Hamısı istedadlı uşaqlardır. Sadiq müəllim, biz də bacardığımız köməkliyi, Mahir Həkim düz idi. Buradan Şəkiyə gəlməz çətin olar. Musiqi məktəbi üçün də çətindir. Nədir? Rəqsə də gəlmək çətindir. Lazım olsa bura rəqs müəllimi dəvət eləmək olar. Amma o şərtli yox, rəqs müəllimi əgər dəvət olunursa, o pullu olmalıdır ki, o gələndə həm dərnəyə pul olsun ki, buna seyirdir. Bu başdan deyib, sonra Sadiq müəllim üzərinə qaçıb gəlməyəsiniz ki, əgər müəllim Şəkidən bura gəlirsə, pullu dərnək olur, o dərnəkdən müəllimə pul verilir. Rəqs üçün dedim, başqası, məsələn, tardır, qarmondur, burada eləmək olar. Mən bütün bu tədbirdə əziyyəti olan, biraz çox danışıb, əziyyəti olan, zəhmət çəkir, bu uşaqları yetişdirən müəllimlər çox sağ olsunlar. Həmən məktəblərin rəhbərliyi də kollektivindən, bir də dedik hazırlıq mərkəzi və təhnə hazırlıq mərkəzi, onlar hamısını öz minnətlərlə bildirlər. Və əsas siz musiqiyə çox sağ olun, belə tədbirdə işləyin. Çox sağ olun, minnətlərlə. Çox sağ olun Ağalı müəllim, təşəkkür edirəm bir daha sizlərin hər birinizə. Bəli, alqışlara xahiş edirəm. Alqışlara. Mən də bugün bir daha bütün qonaqların qarşısında söz verirəm Ağalı müəllim. İnşallah etimadınız doğrulda Ramallah. Mənim üçün bu tərifləri eşitmək xoşdur, amma biraz bilmirəm, çox oldu ya yox Ağalı müəllim. Çox da öyle Sadiq bəy, hər kəsə elədiyinin qarşısını görür. Yenə deyirəm, 3-cü il üçüncü il işləyirsən də qardaş, 3 ildə bunu kazanmışsan da. Çox sağ olun, var olun. Hamımız sağ hörmətində, özün o hörmət qazanmışsan. Pulu işləyib kazanmaq olur. O kimi ki pulu var, bir mən nəsə yox. Pulunu kazanmaq olur. Amma pulla hörmət kazanmaq olan şey deyil. Hamı öz davranış, bəlkə səhv gəlmir, amma öz davranışı ilə kazanır. Çox sağ olun, mən təşəkkür edirəm, amma bir şeydə qeyd edib üzr istəyirəm. Mənlə çiyin-çiyinə bu klubda, bu mədəniyyət evində çalışan insan var, Gülcəhrə xanım. Təşəkkür edirəm, alışlara xahiş edirəm. Əziyyəti böyükdür. Valla, Allah ona can sağlığı versin. Mən heç vaxtı keçmişimi unudan bir insan deyiləm. Mən də balaca uşaq olanda, əziz qonaqlar, bu Gülcəhrə xanım valla mənim əlimdən Tuf Şəki Musiqi Məktəbinə, bəlkə səhv deyiləm. Öz cibindən yol pulsunu verir, valla, həqiqətən, mən bunu qeyd eləməliyəm. Çünki hər birimiz keçmişimizi xatırlamazsaq, gələcəyimiz olmaz. Mən təşəkkür edirəm. Təşəkkür edirəm və mən bu işə gələndə deyərdim ki, ürəkdən sevinən insanlardan biri də Gülcəhrə xanım olur. Təşəkkür edirəm. Bu tədbirin hazırlanmasında da mən bir daha əziyyəti olan İnsanların hər birinə təşəkkür edirəm. Bayaq da qeyd elədim. Xüsusən Dəhnə Hazırlıq Mərkəzindən Zahir müəllim sizə təşəkkür edirəm. Gülşən müəllimə sizə təşəkkür edirəm. Mən direktorları dəvət eləmişim, gəlmədilər. Belə çox sağ olsunlar. Gələn qonaqlara təşəkkür edirəm. Ad-ad qeyd eləmirəm. Hər birinizə minnətdaram. Sonsuz dərəcədə valla. Siz ki, Ağalı müəllim qeyd elədi. Bu işin bu nətər deyim, çətin vaxtında, qaynar vaxtında, öz vaxtınızdan ayrı burada iştirak eləmişsiniz. Hər birinizə təşəkkür edirəm. Novruz bayramı mübarək olsun deyirəm. Buyurun, bir dəqiqə. Bayaq da qeyd elədim Nazlı xanım. Mən sizə təşəkkür edirəm, çünki bizim xahişimizi yerə salmadınız. Nətər deyim, belə bir kəlmə deyən kimi dedim baş üstə. Çox əziyyət səhmişsiniz, Allah canınızı sağ eləsin. Allah hər birinizə ömür versin, var olun, buyurun. Çox sağ olun. Ancaq qoy onu da deyim, mən istəyərəm ki, bütün iştirakçılar xahiş edirəm. Yığışsınlar, şəkil çəkdirək, mərkəzin direktorunu, bu biri müəlliməni yox, müəllimə, maliyə kim yoxdur bu dəqiqə. Zahir müəllim. Kürşən müəlliməni, müəllimənin adını unutmuşdum. Dəvət edirəm, Dilvaz xanım, Ülkər xanım, Kəmalə xanım, İradə xanım, Telman müəllim, Jalə xanım, Məlahət xanım, şəkil çəkdirməyə buyurun, bir də
Məşhur alışdı. Tabii oradan git olduğun geçti. Kameranın. Atılmasa. Hadi gel. Servetleri.